89-dur. Biz bilirik ki, paralleloqramın bir bucağı verilsə, avtomatik qalan bucaqları tapa bilirik biz. Bura 89-dursa, deməli bura qonşu bucaq olduğu üçün 91, qarşı bucaq 89 və 91-dir. Cavablara baxmadan istənilən nə deyir, sualı oxuyum. Bu paralleloqramın hər hansı 3 bucağının ölçülərinin cəmi ilə hər hansı 2 bucağın ölçülərinin cəmi arasındakı fərq hansı ola bilməz? 91 ilə 89 ola bilər başdan kənə götürürük. Niyə bilirsinizmi? Məsələn, bunu 89, 89, bir dənə 91 götürsəm, buradan ikisi tutalım ki, bu ikisi olsun. Bu ikisini geri çıxanda geri 89 qalır və yaxud da bəlkə çıxacağımız bu ikisidir. Geriyə bu qalır. Və yaxud da baxaq görək biz həncər götürə bilərik və geri çıxacağımız nə ola bilər? Bu ikisini başlanca yəni ələyirik. 3-dən ikisini çıxsaq 91 və 89 ehtimalı oldu. Deməli cavab ya 87-dir, ya da 85-dir. Onda da belə eləyək. 2 dənə 91-ləri götürək. Bir dənə də 89 götürək. Amma bizdən demir ki, eyni bucaqları geri çıxmalıyıq. Hər hansı ikisini çıxa bilərik. Yəni geriyə yenə 89-u, bir dənə də 80 axşamınız xeyir. Bu üçünü topladıq. Çıxacağımız başqa ikisi olsun. Bu şəkildə. Bunda da 89 89 aparır. 91-dən 89 çıxarıq 2 qalar. Aha, burada 93 yoxdur. O zaman başqasını sınayaq. 3 dənə sindən ikisi 89 olsun yenə. Biri 91. Bu çıxacaqlarımız 91 olsun. İkisi. Bunun tərsi. Yəni burada ikisini 89 çıxmışdır. Burada ikisini 91 çıxar. 91 91 aparır. 89-dan 91 çıxanda -2 qalır. Yəni 87. Bir də 87 ola bilərmiş. Deməli ki, hansı ola bilmir? Bizə ola bilməyən lazımdır. 85 heç vaxt ola bilmir. Yəni burada təxminən 2 cavab avtomatik göründü. Üçüncüyü görmək üçün bax bu şəkildə düşünmemiz lazım idi. Hansısa 3-ü, başqa hansısa ikisi. Hansısa 3-ü, başqa hansısa ikisi. Eyni bunlardan çıxmaq məcburiyyətində deyilik. Şərt deməyib ki, eynilərini geri çıxma ona görə. Davam eləyirik. Bu növbəti nədir? Teo baba birinci gün öz torpaq sahəsinin 1/3 hissəsini şumladı. Tutalım ki, bütün torpaq sahəsi olsun X. 1/3-ni olur onda 3/1x. Teo baba ikinci gün qalan torpaq 3/2x-dir. Bunun deyir, hansı hissəsini şumlamalıdır ki, yəni vurmalıyıq Y-ə. Bu 2 günlük iş nəticəsində torpaq sahəsinin yarısı şumlanmış olsun. Yəni bu ikisini toplayanda 2/1 verməlidir. Yarısı 2/1 deməkdir. Buradan da heç nə tənlik qurduğumuza görə həll eləyək. 3/2x y bərabərdir 2/1x. Neçəsi ilə eləyirəm, amma azad eləyib işləyə də bilərik. Bəlkə də elə daha rahat olar, amma belə işləyək. Bu ortaq məxrəcimiz 6-dır. 6/5x. Hər tərəfdən x-ləri ixtisar eləyirəm. Y də bərabərdir. 6/5 vurulsun 2-də 2/3, onda 4/5 qalır. 4/5 gəlmir axı, gözləyin. Bununla bunu toplayanda Teo baba birinci 3/1-ni şumladı. İkinci gün qalan torpağın, yəni 3/2-nin hansısa hissəsini şumladı. 2 günlük iş nəticəsindədir. Şumlanmış yarısı oldu. 6-da, burada 6/1-dir.
Deyirəm, nəyi səhv eləmişəm. Altda 5 yox, çıxanda altda 1 qalır. 3, 2, 1. Bu da ixtisar eləyəndə 1, 2, 4də 1. Deməli ki, biz nəyi axtarırıq? Deyir, qalanın hansı hissəsini şumlamalıdır? Bizə qalan hissəni tapmaq yox da, o qalan hissəyi nəyə vuracağımız, yəni y lazım idi. O da 4də 1. C variantı. Ya da belə işləməzdik, başqa cürə nətər işləyərdik? Dərdim ki, 3də 1-i 6-da 2 hissədir. Özüm 6-da 2 götürürəm. Niyə elə eləyirəm? Biz bunu yarıya çatdırmalıyıq. Yarıya çatması üçün də bunun nə qədər əksiyi var? 6-nın 6-da 1 əksikdir, bəli. Biz onda demək ki, qalanı 3də 2-ni elə bir qiymətə vurmalıyıq ki, o 6-da 1-ə çevrilməlidir. Belə də düşünə bilərik. Bunlar ixtisar gedir. Bu da 6-da 1 vuraq 2də 3 olur. Yenə eyni nəticə 4də 1-ə gəlir yenə. Biraz daha yenicəsindən daha sadə belə düşünə bilərik. Deməli, 3də 1 6-da 2 deməkdir. Yarı eləmək üçün 6-da 3 olması lazımdır. 6-da 3 olması üçün 6-da 1 əksikdir. Biz elə eləməliyik ki, 3də 2-nin nəyəsə vuranda 6-da 1 alınmalıdır. O da 4də 1-ə vuranda 3də 2, 6-da 1 eləyir. Burada yarıya çatdırmaq üçün 6-da 1 lazımdır. Bax, ən çox çaşdırıcı yerdə cavablarda 6-da 1-in olmasıdır. Yarıya çatdıracağımız qiymətin özünü götürə bilərik, amma bizə onu yox da, onun hansı hissəsi 6-da 1 eləyir, o lazım idi. İndi nə deyək, görək Venesiyadan Romaya dəmir yolu ilə bu məsafədə, bu saatda Romadan Venesiya istiqamətində 60 km/saat sürətlə hərəkət edən yük qatarı çıxıb. 6 saat sonra çıxan Venesiyadan sərnişin qatarı 18-15-də bunu qarşılayıbdır. Sərnişin qatarının sürəti yük qatarının sürətindən nə qədər çoxdur? İlk öncə bizim məsafəmiz, bunlar arasındakı məsafə 522 imiş. Sonra nə baş verib? Biz bu sürətdə 6 saat yol gedən bir yük qatarı yola salmışıq. 6 saat sonra Venesiyadan onun qarşısından başqa bir qatar gəlib. Deməli ki, bu ilk 6 saatda bu tək başına hərəkət eləyirmiş də. Romadan çıxan qatar. O zaman Romadan o birisi çıxana qədər biz nə qədər yol getmiş olarıq? Birinci bunu taparıq. 60 km/saat sürətlə gedirmişsə, 6 saata 360-ını gedir. Geriyə görək nə qədər qalır? 523-dən çıxırıq 360 km. Bu da qalır 162 km. Biz indi əsas bizə bu lazımdır. 522 yox da 162 lazımdır. İndi ona yeni bir şəkil çəkirəm. Bu 162-lik yolu artıq bunlar birlikdə gəlirlər. Niyə birlikdə deyirəm? Çünki Romadan hərəkət eləyən Venüs hara gedir? Venesiya doğru gedir. Artıq Venesiyadan da qatar çıxdığına görə o da buna doğru istiqamətdə hərəkət eləyir. Bunun sürəti 60-dır. Bunun sürəti bilmirik deyə x-dir. Və bu indi nə edirik? Zamanları tapmalıyıq. Saat 16, 14 bunu heç həll eləməyə dəymirdi. Mən axı bunu demişdim səhvdir. Amma normal həll eləsəydik başqa bir şey eləyərdik. Çətin sual deyil. Qarşı-qarşıya hərəkət istiqamətdə. Sualın səhvliyi hardadır bilirsinizmi? Bax 14:30-dan Romadan yola çıxan maşın 6 saat sonra 20:30 eləyir. Deməli ki, bu Venesiyadan 20:30-da hələ qatar çıxmalıdır. Amma şərt deyir ki, bunlar deyir 18-15-də deyir qarşılaşıbdı deyir.
Bu nətər olur? Burada elə bir tərcümədə də səhv var da. Bu sual idi, elə bil hamıya Bəli, 1 bəli, balı bəli. verdilər. Bəli, keçənlərdə də Bu dedim. sual idi, hə. Bəli. Yəni bunun səhvliyi elə burdadır. Yəni ki, saat 20:30-da çıxan Venesueladan Qatar nətər 16-15, 18-15-də görürsün. Bu qeyri-mümkündür deyə bu sual elə səhvdir. Sualın cavabı bilmirəm nədir. Bilsək hətta düzəldə bilərik hansısa zamanı. Ya bu 6 saat səhv düşüb ya da sonda. Nəysə, tutalım ki, düzdür, bunu bir başqa zaman eləyək özümüzdən. Belə bir sual gəlsə neyləyərik? 20:30-dan sonrakı bir zaman çərçivəsi götürək. Tutalım ki, 21:30-da çatıb. 21:30-da. O zaman neyləyəcəkdik? Deməli ki, bunlar ikisi də 1 saat yol gedib. Çünki 20:30-da yola çıxıbsa bu, bunu da həmin çıxdığı vaxtdan hesaba başlayırıq da 1 saatlıq yoldur. Deməli ki, o zaman qarşı-qarşıya hərəkət düsturu nə deyir bizə? V1 toplansın V2 vurulsun T bərabərdir S-ə. T-miz də bəllidir, əslində 1 saatdır. Çünki 20:30-dan 21:30-a qədər gediriksə, 1 saatdan görə 1 yazıram. Bərabər 162-yə. Bu tənliyi həll eləyirik. Bu sərnişin qatarının sürətini tapırıq. Bunun sadəcə səhvliyi burdadır. 6 saatdan sonra 20:30 eləyir, 18-15-də də qarşılaşma ehtimalları yox. Gəlirik göstəricilərin təhlilinə. Göstəricilərin təhlili nə deyir bizə? Bu sual, bax buna uyğun şəkildə yenə şagirdlərin tapşırıqlarında var idi. Çox aşağı illərdə idi. Bizə nə deyir? Deyir ki, məsələn, alma deyir, bu zaman çərçivəsində, zaman dediyimizdə ayın 2-sindən 12-sinə qədər satılıb demək. Və hansı qiymətdə satılıb dairənin içərisindəki qiymətlərdir. Məsələn, ayın 2-sində yalnız biri gəlir 80 qəpiyə. Ayın 4-ündə ən az ola bilər hardasa 70 qəpik ya da 70-dən biraz az. Və yaxud da 1 lari 5 qəpik falan, belə bir şey. Yəni ki, bu aralıq bunun satış qiymətidir. Hər bir qiyməti ala bilər bu aralıqda. Belə, bütün hamısı da eyni şəkildə. Gəlirik suala. Deyir, konserv zavodu avqust ayında cəmi neçə gün 3 növ meyvə sifariş edir. Yəni elə bir biz aralığı tapmalıyıq ki, burada 3 növ meyvə satılsın. Amma hansı 3 növ demir? 3 növ satılan. Baxın, bu aralığa fikir verin. Bu aralıqda ya bir növdür, ya maksimum 2 növdür. Görürsünüzmü? Alma, armud. Bu aralığı deyirəm. Bizə amma 3 olan lazımdır. 3 meyvənin 3-ü də denk gələn yer, fikir verin. Buradır və buradır. Görürsünüz, cavalının müəyyən hissəsi düşüb, armudun düşüb, bir də şaftalının düşüb. Deməli, bu zaman çərçivəsində 3 meyvə satılıb. Cavalı, şaftalı, armud. Gəlin tarixlərə baxaq. Ayın 18-dən 22-sinə qədər. Ayın 18-dən 22-sinə qədər neçə gün eləyir? 18 saysaq 5 gün demək. Bəli. Hamısını sayırıq. 5 gün. Deməli 5 gün satılıb. İlk diaqram sualımız çox asan. Sadəcə şəklə diqqətli baxmaqla cavab G variantı. Keçirik digərinə. İndi nədir? Bax, bu biraz maraqlıdır. Vaxt itirəcəksiniz də biraz. Amma buna da məntiqli yanaşacaq. Avqust ayında alma da 200 kilo satılıb. Armud da. Və toplam bunların gəlirindən bizə 560 lari pul gəlibdir. Deyir, indi deyir, tutalım ki, belə bir hadisə baş veribsə, bu deyir, ayın neçəsində baş verə bilərdi? Fermer ayın neçəsində təhvil verə bilərdi ki, 560 lari pul əldə edərdi. Gəlin baxaq. Alma ilə armudun kəsişmə hissəsi ayın 8-dən 12-sinə qədərdir. Bu aralığa baxırıq. Və tutalım ki, ayın 8-idir. Bax, ayın 8-i fikir verin, almanın maksimum qiyməti, hətta armudun da elə ikisinin də eynidir.
maksimum qiyməti, satış qiyməti 1 lari 20 qəpik. Buna 1 lari 20 qəpikdən, buna 1 lari 20 qəpikdən 240 lari pul bundan, 240 lari pul da bundan eləyir. Eləyirmi 480 lari? Amma bizimki 560-dan çoxmu demişdi, yoxsa bərabərmi demişdi? Mən niyə böyük işarəsi bu? Bərabər. Bu bərabərdir. Ox işarəsi göstərməyə çalışmışam. 560 lari olmalı idi. Amma gördük ki, ayın 8-də heç də 560 lari qazana bilmirik. 480 qazana bilirik. Deməli ki, ayın 8-i deyil cavab. Gəlirik ayın 9-una. Harası buralara gəlir. Ayın 9-unda bu 1 lari 20 qəpiyə hələ maksimum qiymətlərini götürürəm də sizə. Bu 1.20, bu isə 1.40. 1.20-dən 240 laridir. 1.40-dan satsaq 280 lari. Bunlar toplayanda da yenə 520 lari eləyir. Görürsüz 560-a yenə çıxmır. Deməli ayın 9-da deyil. İndi ayın 10-una baxaq. Özüm maksimum qiymətləri yoxlayıram. Çünki maksimumda hələ 560-a çata bilmiriksə minimumu yoxlamağa dəymir belə. Ayın 10-una baxın. Hardasa 1 lari 30 qəpik. Alma 260 lari eləyir. Bu isə 1.40 deyəsən, yenə 1.40. 200 vururuq yenə 1.40-a, yenicə tapmışdıq 280 lari. Fikir verin, bu da alınmır, 540 lari eləyir. Maksimum qiymətlərini hələ götürdük, alınmadı. Ayın 11-nə baxaq. Ayın 11-də 1.40 alma eləyir 280 lari. Armudun da maksimum qiyməti 1.50-dir deyəsən. 1.50. 1.50-yi vursaq 200-ə eləyir 580 lari. Sadəcə artıq 560 aşdığı üçün bu mənim üçün yetərli qiymətdir. Niyə bilirsinizmi? Armudu da mən biraz əksik qiymətə sata bilərəm də. Çünki bu aralıqda istənilən qiymətə ala bilər. Armudu da mən 2 lari, 1 lari 40 qəpiyə sataram. 1 lari 40 qəpikdən o da 280 lari eləyər. 280 larində 560-ı tamamlayır. Ayın 12-sində də alınmayacaq. Çünki bunun 1.20-dir. Bu isə 1.40-dır. 1.20 ilə 1.40-la yenə 560-a heç cürə çata bilmirik. Deməli, yalnız ayın 11-i elə eləyə bilirik ki, pul 560 lari olur. Digər heç bir gündə maksimum qiymətləri götürəndə 560-dan həmişə aşağı düşürdü. Ona görə heç 12-si də yox imiş. Baxın, elə 11-i. 12-sini yoxlamağa dəymirmiş. Ayın 11-i. Bu qədər. Bu da çətin deyildi sual olaraq, amma vaxt biraz aparan sual idi. Bağışlayın bir şey deyə bilərəm. Burada 11-i orada nə tapırıq? 12-si var axı. Təxminən götürürük də, ortası 10-unla 12-sinin ortası 11-i deyilmi? Aha, ortadan. Hə, ortadan gedirik. Burdan. Ayın 10-undan 12-sini adlamırıq ki, biz bu ortalarda 11 də var bilirik ki. Sadəcə bunların artma cədvəli 2-2-dir. Oldu, sağ ol. Bax, burada 9-u var, 7-si belə. Diaqram belə. Birinci sual çoxlatmandı idi, ikinci sual biraz vaxt aparan idi. Gəlirik buna. Düzbucaqlı koordinat müstəvisi verilibdir. ABC bərabər yanlı bir üçbucaqdır. AC oturacağı Y oxuna paraleldir. A təpəsinin koordinatları və B təpəsinin koordinatları verilib. Bunu sadəcə məncə şəkili düzgün çəkməklə təxminən məncə biləcəyik ki, nə tər çəkilməlidir. -2-nin müsbət 1-ə bu A koordinatı 4-ün, yəni müsbət 4-ün 1, 2, 3, 4. Müsbət 3-ə 1, 2, 3.
Bu da B kaydı. AC-dir, oturacaqdır deyir. AC-yi biz elə çəkməliyik ki, Y oxuna paralel olmalıdır. Yəni ki, bu ox boyunca düz getməlidir. Baxın belə. Deməli ki, o zaman C nöqtəsi A ilə B-nin kəsişmə nöqtəsi olmalıdır. Yəni bax bura. Düppədüz getməsi üçün. Yoxsa Y-ə mi paralel demişdim, mən səhv oxudum. AC oturacaq. Yuxarı müəllim, Hə, yuxarıdır. bəli, Y-ə mən X-ə paralel çəkdim. Y oxumuz, X oxumuz. Bəli, mən fikir 2-dən keçəcək. Bəli, bax bu tərəfə əslində belə paralel keçməlidir. İndi bərabər yanlı dediyinə görə bu şəkil əslində şagirdlərə də düşüb. Bunun tərs çəkilmiş versiyası o ağlımda qalıb, onun kimi çəkirəm. Nə edirik? A-dan B-yə deməli yan tərəfdir. A-dan B-yə yan tərəf. Bərabər yanlı üçbucaqda biz nə bilirik? Bilirik ki, ortadan hündürlük çəksək, bax belə, bax belə. Bu hündürlük həm də median rolunu oynayır müəllimlər. Bax burada əsas məqsəd odur. Bu sualın çox oxşarı şagirdlərə düşüb, amma xatırlamıram hansı ildir. Orada da eyni məntiqdir. Ortadan çəkilən hündürlüyümüz həm də median rolunu oynayır. Çünki bu bərabər yanlı üçbucaqdır. O zaman biz düşünürük ki, A-dan bu xəttə qədər məsafə nə qədərdir? 1-dən 3-ə qədər, 2 qədərdir, elə deyilmi? Bəli, bəli. Deməli 2 qədərdə biz yuxarı çıxmalıyıq. Çünki yanlar bərabər düşsün deyə belə. Bura 1, 3, 2 qədər yuxarı çıxırıq. Qədər yuxarı 5 eləyir mənim. 5. Deməli ki, şəkil təxminən belə çəkilməlidir. C-nin koordinatı -2-nin 5-ə olması gərəkir. Bu da C-nin koordinatı. İndi suala baxaq, görək nə deyir. Bu üçbucağın oturacağına uyğun hündürlüyünün oturacağının uzunluğuna olan nisbəti. Deməli, H-ı AC-yə bölməmiz lazımdır. H bu da elə hündürlük çəkmişdik də yenicə. Bunu biz paralel X oxuna köçürsək, -2-dən 4-ə qədər məsafədir. Fikir verin. Deməli ki, H-ın boyu nə qədərdir? -2-dən 4-ə qədər. 0-dan 4-ə 4, 0-dan 2-yə də 2, yəni toplam 6. Hündürlüyümüz 6. Gəlirik indi oturacağa. 1-dən fikir verin, bu paralel şəkildə Y-ə köçürdürəm. 1-dən 5-ə qədər. 1-dən 5-ə qədər də nə eləyir? 4 eləyir. 4 eləyir. Bu da böldükdə cavab 1.5 eləyir. Ümid eləyirəm yanlış etmədim. Cavablar bilən var idisə yoxlayardı. Hamısı düzmü qoyduq? 1-dən 3-ə 2 addım, 2 addım yuxarı çıxdıq. Bəli, məncə heç bir yanlışımız yoxdur. O sualı tapıb mütləq göstərəcəm sizə şagirdlərdə. Eyni bu sual idi. Sadəcə orada bu şəkildə çəkilmişdi. Təmizləyim. Bağışlayın, bir şey deyə bilərəm. Burada mənfinin burada önəmi varmı? Ən əsası olan 2-dən 4-ə olan məsafədir, yox toplananda. Əslində Bəlkə. bizim 2 nöqtə arasında məsafə qaydamız var da. Demişik ki, 2 nöqtə arasında məsafəni necə tapırıq? Böyük koordinatdan kiçiyi çıxaraq tapırıq. Böyük koordinat 4-dür. 4-dən çıxırıq. Kiçik koordinatımız -2-dir. Əslində o mənfi eləyir müsbət. O da eləyir 6. Oldu mənim. 2 nöqtə arasında məsafə böyük koordinatdan kiçik çıxılaraq tapılır. Burada da 5-dən 1 çıxdıq, 4. Ən yaxşısı elədir. O H Oldu mənim, sağ olun. AC-də bərabərdir. 5 çıxaq. Belə. Bu sualda nə edirik? Bu sualda heç nə, tənliyi həll edirik. Çarpaz vuraq.
Bilirik ki, amma çarpaz vuranda böyük kiçikdə nəyə diqqət eləyirik? Aşağıdan yuxarıya vurmağa. Yəni M-i buna, N-i isə buna vurub yerləri olduğu kimi qalmalıdır. Yəni ki, MN çıxaq M kiçikdir. Bu N-i indi M-ə vuracaq. Yenə MN kiçikdir N. Fikir verin, MN-i buradan bu tərəfə addatsam ya da o birisinə addatsam, MN-lər bir-birini aparacaq. Hər iki tərəfdə MN var. Addadanda biri mənfi adlayır, bir-birini yoxa çıxardır. Deməli, M kiçikdir nədən? Mənfi M kiçikdir, mənfi N-dən. Bunu hər tərəfini mənfiyə M də böyükdür N-dən. bəli, hər tərəfini mənfiyə vuranda işarəmiz dəyişir. Deməli, M hər halda N-dən böyük olmalıdır. Bizə mümkün olmayan versiya istəyir. Əgər M N-dən böyükdürsə, N heç vaxt M-dən böyük ola bilməz. Bu halda zaten şey deməkdir. M böyükdür, balacayı vurmuşuq. Burada M böyükdür, bölmüşük ki, tarazlıq yaransın. Əslində məntiqi o deməkdir. Amma zaten elə cavab gözümüzün qabağındadır. N M-dən heç vaxt kiçik ola bilməz. Bağlayıcıların köməyindən istifadə edəcəyik. Geri qayıdıram və ya bağlayıcısına. Və ya bağlayıcısı nə idi? Və ilə yanın birləşməsi idi. Yadınızdadır mı? Amma burada və ya deyil. Burada nə deyir? Yadır. Sadəcə ya, ya da. Ya, ya da. Ya, ya da bağlayıcısı nə demək istəyir bizə müəllimlər? İşləyəndə nə şərt qoyur bizə? Yəni ikisindən biri. Bəli, ikisindən biri ola bilər ancaq. İkisi eyni anda ola bilməz. Və ya da amma ola bilərdi. Çünki orada və sözü var idi və ikisinə də aiddir. Amma burada deməli Annanın iki seçimi var. Ya dağa gedə bilər, ya dənizə. Amma ikinci şərtə fikir verin. İkinci şərt deyir ki, əgər Anna dağa gedərsə, onda harada gedəcək? Dənizə də getməlidir. Bəs birinci şərtə görə bu hadisənin baş verməsi mümkündürmü? Xeyr. Xeyr, çünki Çünki ikisindən birində istirahət edəcəkdir. bəli. Deməli dağa getsə o mütləq dənizə gedəcək. Amma yuxarıdakı şərt də buna əngəl olduğu üçün o zaman deməli bunu dağa yox, hara göndərək biz yalnız Dənizə gedir. ancaq dənizə yollaya bilərik. Bəli. Çünki dağa göndərəndə məcbur ikisinə də gedir. Onda dənizə getsin. Dənizə gedəndə dağa getmə məcburiyyəti yoxdur. Doğrudan da birinci hadisədə öz əksini tapır, ikincidə. Burada sadəcə şərt kəsilmişdi. Bu olarsa bunu eləyək. Olmazsa eləməyə də bilərik. Ona görə yalnız Anna gedəcək hara? Dənizə. Belə. Başlayayım, bir şey demək olar. Burada ya da dediniz nədir? Orada və ya məsələn və ya olanda ikisi də ola bilərmi? Bəli, və ya ikisi də bərabər olsaydı, ola bilərmi? bəli, dənizə də gedə bilərdi, dağa da gedə bilərdi. Heç bir problem yox idi. Aha. Oldu. Bəli, və o şəkilçilərin bir-birindən fərqi nədir? Bunu belə deyirik. Deyirik ki, ya onu ver mənə, ya bunu, ya ikisindən birini. Amma deyirik ki, onu və ya bunu deyəndə ayrı-ayrı da ola bilər. O olar, bu olmaz. Ya da ikisini də versəz heç bir şey olmaz. Yəni ikisi də olsa problem deyil. Çünki vənin özü deyirəm ki, alma və armud bu il ucuzlaşdı qiyməti. Və ikisi də demək deyilmi? İkisi də birdən. Ya tək-təkdir, vəsi də var deyə ikisi də olsa problem yoxdur. Ona görə və yanın ya dadan fərqi odur. Ya danın iki forması var. Ya dağ, ya dəniz. Və yanın üç forması var. Ya dağ, ya dəniz, ya da ikisi. Belə. Belə sual başqa bir ildə də gəlmişdi. Əgər irəliyə doğru getsək, məncə çıxacaq qabağımıza ya da köhnədə olsa görərdiyəm. Orada bu tip sual yenə qurmuşdular sanki. Gəlirik bu suala.
Bu sualın başqa bir forması da gənə abituriyentlərə düşmüşdü. Burada nə deyir? 4 dənə ədəddə artan sıra ilə verilibdir. Hər iki qonşu ədəd arasındakı fərq 2-dən azdır deyir. Yəni 2-dən yuxarı olanları biz onda götürməyəcəyik. Y-dir hansı ola bilər? İlk öncə bunu onluq kəsrə çevirirəm. Bu 2,7-dir. Cavab 6 yox, 5,5 ola bilərmi sizcə? Verməli. Xeyr, çünki elə aydın Çünki maksimum 2-dir. bəli. Biz aydın şəkildə görürük ki, bunların arasındakı fərq 2,2-dir. Şərt də demişdi 2-dən az. Bu aydın şəkildə görünür ki, A variantı cavab ola bilməz. 2,7 də ola bilməz, 5,7 də ola bilməz. Bunda da 2 tam olur. Yəni 2-dən az deyibsə, deməli 2 də ola bilməz. Bu da deyil. Yəni 2 variantı rahat sıradan çıxardırıq. İndi gəlirik 6-ya baxırıq. Tutalım ki, bu 6-dır. Tamam. 6 ilə bir problem yoxdur. Çünki 1,7 eləyir aradakı fərq. Amma gəlin indi bunlara qiymət qoyaq. Bu x, 2x, yəni bu birincidən 2 dəfə çoxdur demək. Mən buna 1 qoysam, bu 2 olur. Aradakı fərq 4 olur. Mümkün deyil. Mən buna 2 qoysam, bu 4 olur. Zaten bunu qoymaq da olmaz. Çünki aradakı fərq 2-dir. 2-dən az olması lazımdır. Deməli, mən x-i 2-dən az, 1-dən çox götürüm. 2-yə yaxın götürəcəm, 1,9 götürürəm. Onda bu 3,8 olur. Fikir verin. Bu düzdür, 2-dən az olur. Amma bunun arasındakı fərq 2-dən çox olur. Yəni, biz 6-yı qoyanda da düzdür, bu ikisi arasında problem yaranmır. Amma bu ikisi arasında problem yaranır. Ona görə 6 da ola bilməz. İndi gəlin baxaq görək 5,8 ola bilərmi? 5,8 bundan problem yaratmır. 2-dən az eləyir doğrudan da fərqi 1,9 eləyir. İndi gəlin görək buna nə tər qiymət qoysaq mümkün ola bilər. 1,9-u qoyuram, alınmasa biraz daha böyüdərik. Yəni 3,8 mi eləyir? Yanlış mı yazmışdım yoxsa bilmirəm. Hə, burada da 2 eləyir. Amma fikir verin, birazcıq bunu böyüdəndə cavab dəyişəcək. 1,95 qoyuram. 2-dən azdır, yenə 95-dir. Onda bu 3,9 olur. Fişo. Baxın, heç bir problem yoxdur. Bununla bunun arasındakı fərq 2-dən azdır. Bununla bunun arasında fərq 2-dən azdır. Bununla bunun arasındakı fərq 2-dən azdır. Deməli, yalnız G variantı şərti ödəyir. 2-dən az olur aradakı fərq. Yəni, ilk ikisini görmək rahat idi. Çünki Y-in yerinə qoyan kimi görünürdü. Biraz son ikisində belə seçə bilməliydik. Burada nə deyir? Oturacağımın sahəsi 20. Yan üzünün sahəsi şəkil çəkək. Oturacağımızın sahəsi 20-dir. Bir dənə yan hansısa üzü götürək. Onun sahəsi 12-dir deyir. Düzbucaqlı paralellepiped tirinin uzunluğu 2 sm olan bərabər kublara bölünmüşdür. Verilmiş düzbucaqlı paralellepipedin neçə kuba bölünmüşdür? Baxın müəllimlər, burada sadəcə bir şeyi əslində vurğulamalar məncə lazım idi. Çünki vurğulamayanda biz alnımıza çox şey gəlir. Biz bu kubları tam şəkildə paralellepipedin içinə yığmalıyıq. Bu şəkildə bir şərt qoymalıydılar. Yoxsa çoxlu cavablar alınır da. Mən bu 20-yi şey götürə bilərəm. 5 götürərik, 4 götürərik. 4, 3. Məsələn, bu formada tutalım ki, düşünsək. Onda bura bir dənə sıxışdıra bilirəm tərəfi 2 olan. Buna 2 dənə, buna da 2 dənə. Bunda sadəcə 4 kub sıxışır. Bu da cavablarda yox. Amma şərtin demək istədiyi bizə bu tam şəkildə sıxışdırmalıyıq. Yəni biz indi elə götürək ki, bu 20-yi
20 eləsin və iki tərəf də 2-yə rahat bölünən olsun. Bu da görürsüz 2 ilə 10. Bağışlayın, bir şey demirəm. 2 ilə 10 olur. Mən elə rəqəm götürməliyik ki, cüt rəqəm olsun. Çünki Bəli. pilin uzunluğu 2-dir müəllim, tam yerləşdirmək üçün. Bəli. Bax, demək istədiyim odur, şərt deməlidir onu. Biz də elə götürməliyik, doğrudur. 2 ilə 10 götürürəm. Aha, onda bu 2 ilə 12 eləməsi üçün 2 ilə 6. Vəssalam, düzəltdiyimiz üçün artıq 2, 6 6-dırsa uzunluğu. Neçə til sığışır bura? 2 santimdən neçə kub sığışır? Müəllim 15 olmalıdır. Həcmini tapmırıqmı? 120. Elə də eləyə bilərik, amma bizdən demişdik, Elə də çalışaq eləyə birinci neçəsi sığışır, ondan sonra həcmini tapaq. Elə daha konkret cavabdır. Əslində burada problem yoxdur, çünki onsuz şeydir, bütöv qiymətləri, bütöv də cavab olacaqdır. Sadəcə həm başdan bölüb vurmaq məncə də rahatdır. Həm sürət baxımından. Bu tərəfə 3 dənə sığır, bu tərəfə 1 dənə sığır elə. Çünki 2 santimetrdir elə. Burada 5 dənə sığır. Vəssalam. Deməli, bizə içinə sığışdırmaq lazımdırsa, həcm lazımdır. 1 dənə, 2, 3 dənə və 5 dənə sığışdıra bilmişdik. Bunlar da toplam 15 kub eləyir. Amma siz deyəndə yanlış deyil. Çünki burada tam şəkildə bölünür. Amma məncə vaxt baxımından elə ən rahatı bu şəkildədir. Siz deyən versiyanı nə zaman istəmirik, bilirsinizmi? Bəzən quyruqları qalır. İndi burada dediyim kimi qalmır. 2 tam baxın, istəyirsiniz bu halı, yenicəki halı gözdən keçirək. Bax bu halı. Sırf o şərti niyə istəmədiyinizi. Geri qayıdım. Bu yenicə 5, 4, bir də neçə demişdik? Bura 5 demişdim. Bura 4 demişdim. Burada 3 demişdik deyəsən. Hə. Belə olduğu təqdirdə bura dedik 1 kub sığışır. Çünki 1 metrlik hissəyə sığışdıra bilmirik. Bura 2 kub sığışır. 2 metr, 2 metr tam olur. Bura isə 2 kub sığışdıra bilirik. Buranı da 4 eləyir. Gəlin indi görək həcmdə də bu ödəyirmi, yoxsa 4-dən artıq bir şey mi eləyəcək? 5-i, 4-ü və 3-ü bir-birinə vururuq. Eləyir 80. 2-nin kubu da neçə eləyir? Bağışlayın, 80 eləmir mənim, 60 eləyir. 60. Ay. 10, 15, 60 bəli. 2-nin kubu da 8 eləyir, elə deyilmi? Birinci həcmləri tapdıq. İndi bölək. 60-ı 8-ə böləndə 56, yəni 7 tam nə qədərsə. Biz də buradan 7 götürürük, elə deyilmi? Burada artıq 7 cavab düz gəlmir. Çünki 4-cə kub sığışır. O quyruqlar qalır. Sadəcə belə eləyəndə bu quyruq qalan hissələr, boşluq qalan hissələrə də sanki içinə sığışırmış kimi görünür. Amma bu yolla getsək bu səhvdir. Ona görə bu üsulla işləmənizi çox da istəmirəm. Çünki belə bir hal qarşınıza çıxsa, həmişə eyni üsulla işlədiyimiz üçün nə qədər olmasa əlimiz alışan üsulla gedirik. Bunda çaşa bilərik. Belə. Bağışlayın, bir şey demək olarmı? Həmən 17-yə gətirə bilərsiniz sizə bir zəhmət olarsa. Müəllim, burada tilin uzunluğu 2 santimetr, yəni cüt rəqəm olduğu üçün hökmən biz də müəllim burada bu yəni tərəfləri cüt götürməliyik, elə deyilmi? Nömrələr, yəni 5 Əslində o şərti qoymalıdırlar ki, tam sığışır. Tam sığışır demirsə, əslində qoymaya da bilərik. Yenicə dediyim kimi də götürə bilərik, amma burada şərtin cavabı da, şərtin özü də təxminən göstərir ki, bəli, tam sığışan lazımdır. Amma o sözü heç olmasa qeyd olunması məncə lazımdır. Bəli, bəli. Yəni siz cüt dediyiniz üçün doğru 2-yə bölünən ədəd seçməliydik hər tərəfi. Yəni o məntiqlə gedirik. Məntiq doğrudur. Doğru gedişlə gedibsiz. Bəli,
şərt qoymadıqları üçün biz də çaşdırırıq onu. Mhm. Yəqin tərcümədə səhv olub. O da ola bilər, bilmirəm. Bəlkə də bəzi sözləri yeyə bilərlər. Mümkündür. Əgər verilmiş 3 rəqəmli ədədin yazılışında son rəqəmi silsək, tutaq ki, ədəd olsun A, B, C. Sonu silsək olar A, B. Silsək deyir 2 rəqəmli ədəd, yəni A, B 3 rəqəmli ədəddən 715 vahid az olacaq. Yəni bundan bunu çıxsa 715 qalar. Bunu da başlayırıq qiymət qoymağa. Bunun da ən rahat yolu A-dan başlamaqdır. Çünki biz bilirik ki, ya A7-dir, ya 8. Niyə 8? Çünki ola bilər ki, buradan borca girsin. Ona görə istəyirsiniz hər iki halına baxaq. A-ya 7-dən başlayaq. Görək hansında ödəyə bilərik. 7 B, C. Onda burada 7-dir müəllimlər. Çünki A ikisində də dəyişməz qiymətdir. A-ya nə qoyaq ki, cavab 1 alınsın? B-yə daha doğrusu. B-nin hansı qiymətləri ola bilər? 8 və ya 9. Bəli. 8 ya da 9. 9-u hələ bilmirik, ona görə 8 götürək. Alınmazsa çevirərik 9-a. C neçə olmalıdır ki, 8 çıxanda 5 qalsın? 13 Burada olmalı. artıq bizə məlum oldu ki, onda 13. Bəli. 13 olmalıdır, amma bu 13 ola bilməz çünki şeydir. Deməli bundan borca girir. B-miz 9 olmalıdır. Bəli, borca girdiyimiz üçün B-miz məcbur 9 götürəcəyik. Vəsə. İndi düşünürük ki, nədən 9 çıxanda 5 qalır? O da 4. B-miz 4 olmalıdır. Bəli, gəlin baxaq görək bir səhvimiz varmı? Doğrudan da 794-dən 4-ünü siləndə 79 qalır. Bundan da bunu çıxanda 715 eləyirmi? 50. Vəssalam. Əslində axtardığımız cavabı tapdıq. Heç 8 artıq qoymağa ehtiyac yoxdur. Deməli, bizim ədədimiz 794 imiş. Bizə də sual nədir? Verilmiş 3 rəqəmli ədədin rəqəmlərinin cəmi nəyə bərabərdir? 7, 9 və 4-ü toplayırıq. Bu da eləyir 20. Bəli, G variantı. 20. Bəli. Burada dediyim kimi A-ya 8 də qoya bilərik. Sadəcə 7-də tapdıq deyə heç 8-i sınamağa ehtiyac yoxdur. Görəcək ki, mümkün olmaz. Heç alınmır. Belə. Gəlirik buna. Bu şəkil biraz cədvələ diaqrama baxırıq. Biraz da məntiqimizi istədirik. Çox asan sualdır əslində. Deyir ki, belə bir torta bənzəyir özdə. Bu fiqur formasına malik olan bir boş qabdır. Su ilə doldurublar. Qaba bərabər vaxt aralığında eyni miqdarda su axıdıldı. Aşağıdakı diaqramda hər bir də qabın suyunun səviyyəsi və T zamanına əsasən necə dəyişdiyi təqdim olunmuşdur. Bu diaqram hansı ola bilər? İlk öncə gəlin zamandan asılılığına baxaq. Zaten zamanı düz tapsaq şeydir. Hündürlüyü də düz taparıq. Təxminən onun da zaten çətin olmayacaq. Fikir verin. Əgər bizim şlanqımız deyək, borumuz deyək, eyni zamanda su doldurursa, sabit sürətlə su doldurursa, ən çox zaman hansı dilimin dolmasına sərf olunar? Birinci qatar. Bəli, ən çox. Sonra biraz orta şəkildə buna, ən az da bunu. Gəlin birinci zamana baxaq. Zamandan nəyi çıxarda bilsək, çıxarda bilmədiyimizi hündürlükdən çıxardarıq. Baxın, elə bir boyutuna görə gedir. Aşağıdan yuxarıya. Ən çox zaman hansına düşüb burada? Hansı sərf olunub? Ortadakı dilim, elə deyilmi? Amma biz bu sıra ilə gedəndə ən birinciyə, altdan birinciyə ən çox
zaman sərf olunmalı idi. Burada isə faşiti orta zaman sərf olunub. Görürsünüz, heç zaman düz gəlmir. Elə də buna. Buna baxın. Cavab D variantıdır. Aha. Aha, bəli. Cavab görürük ki, elə zaman çərçivəsində ən uyğun gələn D variantıdır. Birinci hissəyə ən çox zaman, ikinci hissəyə biraz orta zaman, üçüncü hissəyə ən az zaman. Hətta hündürlüyünə baxın. Əslində birincinin hündürlüyü ən az hündürlüyə malikdir. İkinci biraz ondan hündür, üçüncü biraz ondan hündür. Bu şəkildə. Hündürlüklər də o şəkildə gedibdir. Cavab D variantı. Burada görürsünüz heç ödəmir. Düşünək ki, tərsinə başlayıb, lap buradan başlayıb bu B variantında. Bu da məntiqsiz gəlir. Niyə? Çünki bu ən çoxdursa, bu orta olmalı idi. Görürsünüz, orta ən azdır. Birinci ən çox ortaya nisbətən daha çox zamana sahibdir. Yəni görürsünüz heç şey yoxdur. Əlaqə düzgün qurulmayıb. Artma sırasından ən düzgün əlaqə D variantında qurulubdur. Əslində heç hündürlüyə baxmadan zaman aralığına baxanda kifayət eləyir bizə. 20-ci sual. X və Y ədəddir. X yoxsa Y-in hansının böyük olduğunu müəyyən eləyin. Burada cavab nə tapıbsınız? Bunları xüsusi istəyirəm, çünki bunların strukturu fərqlidir deyə. Günel müəllim, baxıbsınız bu suala? Xeyr, baxa bilməmişəm. İndi baxıram. Baxın. Başqa kimsə baxıb suala? Bu iki sualda əslində başda nəyə eyni ədədə bölərək tapacağıq. Gəlin birinciyi 3-ə bölək. Belə olurmu? Elə mən də belə elədim. İndi əsas məqsəd bax bundan sonrakını təyin eləməkdir. Bizdən sual soruşur ki, X-mi böyükdür, Y-mi? Amma təbii ki, tək-tək yazmışam. Baxın görün, birinci sual, birinci şərt tək başına yetirmir sizə. Nə deyə bilərsiniz? X çoxdur yoxsa Y? Sadəcə birinci. Y böyükdür. Niyə? Çünki Y azalsa da yenə X-dən böyük olur. Bəli, burada düşünürük ki, Y azalsa belə X-dən böyükdürsə, gör azalmasa nə qədər böyük olardı. Deməli ki, bəli, burada Y böyükdür. Bəs ikinci şərt? X-in üzərinə gəldikdə müəllim elə olur. Yəni nə deyə bilərsiniz? Yəni X böyük yoxsa Y? Yəni X böyük ola bilər. Burada elə bil müəyyən eləyə bilmirik. Bəli, burada Bəli, böyük də ola bilər, bərabərdir müəllim. bəli, burada şey düşünürük. Bəlkə Y heç böyük deyilmiş. Nəysə toplayandan sonra böyüyüb. Yəni bəlkə ikisi də 1 imiş. X də 1 imiş, Y də. Y-in üstünə gəlib 5-də 2, ondan sonra böyüyüb. Yəni heç böyük yox, bərabər imiş, ya da kiçik də ola bilər. Ya da ki, bəlkə elə doğrudan da Y böyükmüş və üzərinə gələndən sonra da böyük. Burada görürsünüz, biraz şübhəyə düşürük. Y nə imiş? Y-dən asılıdır hər şey. Kiçik olsa kiçik imiş, böyük olsa böyük. Yəni konkret bir şey demirik. Amma birinci şərt də artıq konkretik. Yəni Y elə bir ədəddir ki, ondan nə isə belə çıxanda X-dən böyük olursa, çıxmayanda daha da böyük olur. Yəni burada konkretlik var, amma burada yoxdur. Deməli ki, birinci şərt tək başına kifayətdir, amma ikinci deyil. Çünki o hələ də bizi şübhə altında saxlayır. Bu suallar belə sualların
da olan şeydə şübhəyə yer yoxdur. Gəlirik piramida haqqında suallara. Xalq düsturlarımız ağlımıza gəlir. 2 piramida və onlar haqqında şərt verilibdir. 2 dənə piramidadır. Təpələrinin saylarının cəmi 24-dür. Birinci piramidanın tilinin sayının ikinci piramidanın tilinin sayından nə qədər çox olduğunu müəyyən eləmək üçün bir şey deyə bilərikmi? Birinci piramidanın onda 23 tərəfi var. 23-ün üzərinə yenə 23-ü gəlirik, yəni tilləri toplamaq məqsədi ilə. Aha, burada fikir verin, 2 dənə ayrı-ayrı piramidadan söhbət gedir. Nə bilim, belə 2 piramida var ayrı-ayrı. Bilmirik ki, tili nədir, tərəfi nədir. 2 piramidanın təpələrini toplayanda 24 eləyir. Deməli ki, məsələn, biri M, birini N düsturundan götürsək, hərəsinə 1 gələcək də, düstura görə təpələrin sayının üstə 1 gələn də belə eləyir. 24 eləyir, M toplansın, N 22 eləyir. Birləri o tərəfə adladırıq. Amma biz M-ni həll edə bilmirik. Birinci piramidanın tilinin, ikinci piramidanın tilinin sayından nə qədər çox olduğunu müəyyən eləməliyik. Gəlin indi şey eləyək. Bu M-ni x ilə ifadə eləməyə çalışaq. Tutalım ki, M x-dir. N-ə nə dərsiniz? Y. Yox, y demərik. X-dən asılı vəziyyətə gətirməyə çalışaq. X plus 1. Bunu nəzərə alaraq. 4-də də çoxdur deyir. Ha. X toplayaq 4. Harda yox, ikinci. Xeyr, o ikinci şərtdir. Qətiyyən qatışdırmırıq bu şərti, çünki tək-tək işləməmiz lazımdır. Müəllim, bəli, 22. Bəli, toplamı əgər 22-dirsə, deməli N-ə 22-dən geri qalan hissə lazım veriləcək. Bunlar düzəltdik. İndi gəlin düsturun yerinə qoyaq. Birinci piramidanın tilləri onda olur. Til düsturumuz nə idi? 2x. İkinci piramidanın tillərinin sayından ikinci donda 44 minus 2x olur. X, bəli. 44 minus 2x olur. Nə qədər çoxdur deyir. Baxaq görək tapa Fərqini yazacaq. Fərq eləyə bilərik müəllim. 2x minus 44 minus 2x. Birinci 2x idisə çıxırıq. Minus 44 plus 2x olur onda. Bəli. O da bərabərdir 4x 4. minus 44. Nə verdi ki? Heç nə vermədi. Bəli, bizə heç nə vermədi. Ona görə birinci şərt kifayət deyil. Birinci şərtdən heç bir düzdür, x-ə gəldi, amma x-in nə olduğunu bilmirik. Əsas məsələ. Birinci şərt kifayət deyil. İndi tək başına ikinci şərtə baxırıq. Birinci piramidanın üzlərinin sayı ikinci piramidanın üzlərinin sayından 4-ə də çoxdur. Baxaq. Birincinin üzü n plus 1, ikincinin üzü n plus 1-dir. Bundan bunu çıxanda deyir 4-ə də çoxdur. Biz o zaman şey eləyirik. Tərəf-tərəfə çıxsaq, m çıxaq n bizə 4 verməlidir. M minus n 4'tür. O zaman m bərabərdir. Ya da ki, şeyin eləyək, ifadə quraq. Tənlik kimi yenə. Tənlik yox, x ilə. M, n. N x-dirsə, n ondan 4 vahid çox olmalı. Belə. İndi yenə aparıb düsturun yerinə qoyaq. Düstur deyir ki, birinci piramidanın tillərinin sayı, yəni 2x plus 8 2-yə vururuq til düsturunda. İkinci piramidanın tillərin sayından ikinci piramidada 2x olur. Nə qədər çoxdur? Nə qədər çoxdur deyəndə də çıxırıq. Bundan bunu çıxırıq. 2x plus 4-dən çıxırıq. 4 yox, 8 idi. 2-yə vurduq. 8 mənim.
Aha. 2x dərəcədir, qalır 8. Deməli, nə qədər çox imiş? 8 qədər çox imiş. Tapa bildikmi? Bəli. İkinci şərtlə tək başına tapdıq, amma birinci şərtlə tapamadıq. Yəni cavab B variantıdır. Birinci şərtdə gördünüz x qaldı, amma ikinci şərtdə birbaşa 8 aldıq. İçərisində n-n mütəcibi alət bərabərdir 4. Bu qayda hesablama olar mı birbaşa? Zaten onu elədik Yəni də. bu yazılışın. 2 vuraq, Yox, yerinə qoymayaraq. Yerinə qoymayaraq məsələn. 2 vuraq 2 vurulsun. n-4 dedin. M minus. Aha. Xeyr müəllim. M çıxaq n. M minus n. Hə, burada n. M çıxaq n. Aha. 4 yox müəllim. Bəli, n bərabərdir 4. Birbaşa hesablama olar mı elə bir şey? Yəni M-dən n fikirləri. çıxırıq. Əslində siz oradakı biri falan yeyirsiniz, zaten bu birə gedir. Birbaş işləmək, əgər o bilirsinizsə ki, niyə gedir, olar. Amma burada 2-yə vurmaq, 2-yə vurub da 4-ə bərabər eləyənmərik, yox. Onda 2 qalır axı, düz gəlmir. Bunun yerinə 4 qoya bilərsiniz amma. Ha, yox, elə olmaz. Bunların arasındakı fərqi 4 qoya Bəli, bilərsiniz. 4 birbaşa. olacaq. Onu yaza bilərik. Oldu. Belə vermişdik. Kitabın 1-ci, 2-ci və 3-cü səhifələri bu şəkildə nömrələnibdir. Birinci şərt deyir ki, bütün səhifələri nömrələmək üçün 192 dənə rəqəm lazımdır. Bir dənə şeyi yadınızdan çıxartmayın müəllimlər. Baxın, 9-a qədər bir rəqəmlilərdir. 90 dənə də 2 rəqəmlilərdir. 180 eləyir də. 189-u aşdısa verilən. Deməli ki, bu artıq 3 rəqəmliyə aiddir. Yəni 192 3 rəqəmlinin düsturuna aiddir. Bu 189 sərhəd rəqəmidir. 2 rəqəmlinin ən son rəqəm sayı 189 ola bilər. 192 olduğuna görə biz 3 rəqəmli kitabın səhifələrini, rəqəmlərini tapmaq üçün hansı düsturumuz var idi? Düsturumuz nə idi? Bəli, 3n-108 bərabər idi m-ə. Biz demişdik bu səhifəyi bildirir, bu da rəqəmi. Sual indi nə deyir? Deyir rəqəm 192-dir. 192-yi biz onda m-ə qoyaq yoxsa n-ə? Bəli, cavabı yəni. Bəli, cavab yerinə. Çünki biz rəqəm sayını tapırdıq. Bu rəqəm. Neçə rəqəm istifadə olunduğudur. 192 3n bərabərdir 192 toplansın 108. Yəni qısa konkret əslində sizə bir şey deyim. Əgər bilirsinizsə ki, bu artıq bir tənliyə bərabər oldusa, böyük söhbət sistem tənlik şeydən getmir. Sistem tənlik və o kvadratik tənlikdən. Çünki onların bəzən kökü olmur. Buradan mı görürük ki, kökü var da illaki. Hamısını hesablamağa məcbur deyilsiniz. Sadəcə mən bunu göstərmək üçün eləyirəm. Məsələn, mən imtahanda olsam, bunu heç hesablayıb vaxtımı itirmərəm. Bilirəm ki, rəqəm verilibsə, mən gərək onun neçə səhifə olduğunu, bu kitabın neçə səhifədən ibarət olduğunu tapa bilərəm. Düsturu heç bilməsəm də, yadımdan çıxsa belə, bilirəm ki, ya rəqəm verilsə səhifəyi tapa bilirəm, ya səhifə verilsə rəqəm tapa bilirəm. Oturub da həll eləmək məcburiyyətində deyilsiniz. Amma sırf bunu həll eləyib göstərmək istədiyim üçün mən həll eləyirəm. 300-ü də bölürük 3-ə, cavab 100. Deməli, birinci şərt tək başına kifayətdir. Zaten dediyim kimi, əgər düsturlar falan artıq əzbər biliriksə, sualı görən kimi görürük ki, birinci şərt düstur var da əlimizdə. Qoyub, bərabər eləyib, həll eləyə bilirik. Kifayət. Zaten 100 səhifə olduğunu tapdıq. İndi əsas məsələ ikincidir. Çünki ikinci biraz fərqli şəkildə verilib. Amma çox daha asan şəkildə verilib. Kitabın son 2 səhifəsini nömrələmək üçün bizə 5 rəqəm lazımdır. Fikir verin, bu kitab bir səhifəli olsaydı, bir rəqəmli səhifəli olsaydı, 1-1, 2 eləməli idi cəm. 2 rəqəmli olsaydı 4 eləməli.
3 rəqəmli olsaydı, son səhifəsi də özü də 6 olmalıydı. İndi biz düşünməliyik ki, bu 6 ilə 4 arasında nə baş verdi ki, cavab 5 olur? Hansı səhifələrdir ki, o rəqəmlərinin sayı 5 eləyir? Biz bunu düşünməliyik. Sadəcə bir balaca düşünmək lazımdır. Əslində bunun həlli birincidən də asandır. Bağışlayın müəllim, deyə bilərəmmi? Buyurun. Burada müəllim 2 rəqəmli, bir də 3 rəqəmli olmalıdır ki, cəmi 5 dənə rəqəmli olsun. Yəni o da eləyir 99 və 100. Bəli, bəli. Bax sadəcə bunu düşünmək Bu lazımdır. şərtdən də ödənilir. Bəli, deməli ki, biz elə düşünməliyik ki, deməli bir 2 rəqəmliymiş, bir də 3 rəqəmliymiş ki, toplamı 5 dənə rəqəm eləyir. Bu da axırıncı 2 rəqəmlimiz 99-dur, ondan sonra da 100 gəlir. Ancaq bu versiya olarsa, rəqəmin cəmi səhifələrinin rəqəmlərinin cəmi yox, sayı, üzrlü sayı 5 eləyər. O zaman deməli axırıncı elə səhifə 100 imiş. Kitabın neçə səhifəsi var? 100. İkinci şərt də buna kifayət eləyərdi. Deməli cavab C variantıdır. Ayrı-ayrılıqda hər iki şərt kifayətdir bizə sual tapmaq üçün. Belə. Yəni demək istədiyim nədir? Əgər bu düsturdan çıxara biliriksə, bunu heç saniyəmizi itirmirik, keçirik ikinciyə. İndi düzdür, bundan əvvəlki də düsturu var idi. Amma burada gördünüz, biraz fərqli şey aldıq. Amma burada artıq daha belə bəsitdir, bildiyimizdir. Belə rahat düsturlar gələndə istər-istəməz oradan nəsə nəticə çıxır bir dənə. Aha, davam eləyirik. 23. Nədir? Düzbucaqlı poliepret formalı hovuzun dərinliyi budur. Dərinlik bilirik ki, hündürlükdür. Bu C olsun. Hovuzu 2 boru vasitəsilə su ilə doldura bilirlər. Birinci boru ilə hər saatda hovuza eyni miqdarda su axır. İkinci boru ilə eyni şəkildə ona da axır. Deyir ki, yalnız birinci boru açıldıqda 1 saat ərzində hovuzdakı suyun səviyyəsi ikinci borunun eyni vaxt ərzində açılması ilə olduğundan 30 sm çox olacaq. Yəni birinci x qədər dolduranda ikinci x plus 30 qədər dolduracaq. İndi ikisi birlikdə deyir, işləyərsə deyir, neçə saata doldurar? İkisi birlikdə işləmək üçün bu ikisini toplamamız lazımdır. 2x plus 30. Deməli, 1 saat ərzində bu boyda doldurur. Bizə də bu hündürlüyü doldurması lazımdır. Yəni, deməli, 2 metr 40 santimetri bölməliyik 2x plus 30-a. Amma buradan da görürsünüz, x-i bilmirik. X-i bilmədiyimiz üçün nəticəni də bilməyəcəyik. Birinci şərt tək başına yetmir. Keçirik ikinci şərtə. Boş hovuz birinci borunun açılması ilə 1 saat ərzində, yəni sürəti bildirir. İkinci borunun eyni vaxt ərzində açılması ilə olduğundan 2 dəfə çox olacaq birinci boru. Burada bir dənə diqqətsizlik elədim, qoy geri qayıdım. Bu birinciyə aiddir, bu toplamaq. Bu ikinciyə aid. Çünki birinci deyir çox olacaq. Diqqətsiz oldum, amma eyni şey olacaq. Yəni nəticə 2x plus 30 eləyir. İndi ikinci şərtdə baxaq görək nədir? Birincinin sürəti ikincidən deyir 2 dəfə çox bu səfər. O zaman bu x-dirsə bu 2x-dir. Yenə eyni məntiqlə ikisi birlikdə 3x qədər məsafə dolduracaq. 240-ı da 3x-ə bölməliyik. Yenə eyni şəkildə görürsünüz. X-in nə olduğunu bilmədiyimiz üçün cavabı bilməyəcəyik. Demək ki, 1, 2 tək başına yetmir. Tək başına yetmirsə, Y variantını idarə eləyirik biz. Yoxsa birləşdiririkmi? Birləşdirək müəllim, görək nə olacaq. Çox güman ki, birləşdirəndə də başa alınır. Aha, bəli, birləşdirək Başa baxaq. da alınacaq müəllim. Birinci şərt demişdi ki, bax bu bundan 30 santim çox doldurur. Yəni bu x plus 30 idi. Bu ikinci şərt isə demişdi ki, bu bundan 2 dəfə çox doldurur birinci. Buradan da biz məntiqlə yanaşırıq. Əgər bu x plus 30-dursa, bu 2x-i mən belə parçalaya bilərəmmi?
Belə. 2x, x plus x Ola bilər. -dir. Deməli, buradan da nə nəticəyə gələrik? X elə 30 imiş. Çünki bu eyni, bu eyni, bu eyni, bu eyni. Deməli, bu da eyni olması lazımdır. Yəni, x buradan 30 gəlir. Gəlin görək doğrudan da x-i 30 götürdükdə hər iki şərt ödənirmi? Bu 30 olduqda bu 60 olmalıdır. Birinci şərtə əsasən birinci bundan 30 çox olmalıdır. Doğrudur. İkinci şərtə əsasən bunun sürəti bundan 2 dəfə çox olmalıdır. Ki 60 30-dan doğrudan da 2 dəfə çoxdur. Vəssalam. Deməli ki, biri hər saatda 30, o birisi isə 60 doldururmuş. İkisi birlikdə 90 qədər doldurar. 1 saat ərzində. Amma bizə nə deyir? Neçə saata doldurar? Bunu bilmək üçün də 240-ı bölürük 90-a. İxtisar aparaq 3-ə. 3-ə ixtisar getdikdə nə 5-dən qalır? 3-də 8, 3. Bu da 2 tam 3-də 2. Yəni 2 saat 40 dəqiqə doldurar. Tapdıq mı? Tapdıq. Necə tapdıq? Birləşdirdik, tapdıq. Ayrı-ayrılıqda yetmirdi. Amma birləşdirdikdə yetirmiş. G variantı. Aha. Yəni bax bu sualın da fərqli forması yenə abituriyentlərdən, hətta rəqəm belə abituriyentlərdən götürülüb müayinə gəlir. Çünki onlarda PISA-yı 11 dilimə bölürdülər. Toplam 2-yə və 3-ə bölürdülər. Eyni məntiq, eyni sual olmalısı lazım. 2 sualı tapıb yollaya bilsəm sizə, gərək tək-tək baxam bütün illərə. Nədir? Anna kağızların kəsilməsi nəticəsində cəmi 11 kağız aldı və bu ortaq şərti oxumadım. Bəzisi 3-ə, bəzisi isə 2-yə bölünübdü. Yəni 2y toplansın 3x yazaq. Daha doğrusu tərsinə nə fərqi var? Bərabərdir 11-ə toplam. Gəlin düşünək. X-ə, Y-ə nə qoysaq düzgün cavab əldə edərik. Y-ə 1 qoymaq istəyirəm. 2x-imiz 8 eləyir. X də buradan 4 gəlir. Deməli, x 4, Y-ə də nə qoyduq? 1 qoyduq. Buradan düz gəldi. X-imiz 4, Y-imiz 1. İndi Y-ə 2 qoyduqda baxın, 2 eləyir. 2-yi 3-ə vururuq, 6 eləyir. 11-dən 6 çıxanda 5 eləyir. 5 də 2-yə bölünmür. Bunu yoxlamıram. Birbaş keçmək istəyirəm Y-in 3 cavabına. Y-ə 3 qoyduqda 2x bərabərdir 11 çıxaq 9. 2x də bərabərdir 2-yə. Yəni x də bərabərdir 1-ə. Burada tam gəldi. Bizə tam gələn lazımdır. Çünki bu kağızlar əvvəlcədən bütün idi. Ona görə tam cavab görürük. Zaten yarımçıq vərəq deyə bir şey yoxdur. İlla ki, sıranda yeni bir vərəq əmələ gəlir orada. Kağız partiyası. Burada da nə aldıq? X-imiz oldu 1, Y-imiz oldu 3. İndi sual nədir? Ana deyir, neçə kağızı 2-yə kəsib. 2-yə kəsdiklərini x olaraq işarələmişdik da. Neçəsini 2 yerə kəsibdi müəllimlər? Ya 4, Burada 2 cavab ala bilərik, elə deyilmi? bəli, ya Başdan. 4-ünü ya 1-ini. Demək ki, 2 cavabdırsa kifayət deyil. Birinci şərt Bəli. yetmədi. İkinci şərt nədir? Heç bunu silməyəcəm, çünki bu elə bizə lazım olacaq ona görə. Şərt deyir ki, Anna tərəfindən götürür, heç ya da lazım olmasın, qoy dursun burada. Bunu istifadə eləmirəm. Axırda lazım olacaq birləşdirəndə. Deyir ki, Anna tərəfindən 3-ə kəsilən kağızların sayı təkdir. Baxın, artıq bu 11 cavabı yoxdur heç əlimizdə. Biz bilmirik cəmi neçə partiya alıb. Anna tərəfindən 3-ə kəsilən kağızların sayı təkdirsə, 1 vuraq 3 toplansın. 2 vuraq 2 də ola bilər. 3 vuraq 2 də ola bilər. 4 vuraq 2 də ola bilər. Bu ikilikləri 2 yerə böldüklər istənilən sayı götürə bilərlər. Çünki bizə bunların cəmi verilməyib.
Yəni yenidəki kimi heç sərhədləyən bir şey yoxdur. Biz istədiyimiz cavabı 2-yə qoya bilərik. Elə də 3 yerə bölünmüşə qoya bilərik. 1 qoyarıq, 3 yerə parçalayarıq, 5-ə parçalayarıq. 2 yerə parçaladığımızda sonsuz sayda. Yəni görürsüz, yəni yüzlərcə cavab var. Deməli ki, nə 1, nə 2 yetmədi. İndi birləşdirirəm şərtləri. Birləşdirəndə nəyə diqqət eləməliyəm? Diqqət eləməliyik 3-ə kəsilənlər sayı tək olmalıdır və toplamı 11 olmalıdır. 3-ə kəsilənləri y götürmüşük da. Y-i tək götürəcəyik və toplam 11 olmalıdır. Fikir verin, yenicə aldığımız cavablar da elə y təkdir, 3-ə bölünənlər. Və cəmi 11 olandan almışdıq. Deməli ki, y 1 olduqda x 4 olur, y 3 olduqda x 1 olur. Yəni 3-ə bölünənlər 1 olduqda 2-yə bölünənlər 4-dən olmalıdır. 3-ə bölünənlər 3-dən olduqda 2-yə bölünənlər 1-dən olmalıdır. Yəni 2 ayrı cavabımız var, görürsünüzmü? Deməli ki, biz yenə heç bir nəticəyə gələ bilmirik və verilən şərtlər bizim üçün yetərli deyildi. Yəni Y variantı. Və burada yoxlama da elədik. Bəzi suallar belə illaki yoxlama aparmalıyıq, yoxlamalıyıq bir-bir. Belə olmalıdır. Gəlirik buna. 25-ci açıq sualımıza. Nədir? A məntəqəsindən çıxan motosikletçi S məntəqəsindən keçərək B nöqtəsinə getmək qərarını verdi. Motosikletçi S nöqtəsinə çatmağa, bu illərin əslində açıq sualları biraz çətin imiş doğrudan da. Çünki biraz vaxt aparan suallar. Aha. Nədir? Deyir ki, A-dan gedib S-dən keçərək B-yə gedir. Bilmirik S haradır. Ona görə hər hansı bir nöqtə götürdüm. Motosikletin S nöqtəsinə qədər çatmağa 25 qala. Bax, burayı deyirik. Bu 25 qala deyir. Burada fasilə verir. Fasilə zamanı eləyib və fasilə eləyəndə nə görüb? Görüb ki, onun qət etdiyi yol, qət edəcəyi yoldan 2 dəfə az yol gedib. Yəni indi getdiyi gedəcəyindən 2 dəfə azdır. Yəni tutalım ki, biz bu yolu x götürsək, bunun 25 kilometr daxil 2x-lik daha yol var imiş. Getdiyi yol x imiş. İndən belə gedəcəyi yol 2x imiş. Sonra o yenə gedib S nöqtəsindən keçib 25 kilometr sonra yenə fasilə eləyib. Bax, burada yenə fasilə eləyib. Bu səfər nə görüb? Bu səfər görüb ki, bu 25 kilometr gedəndən sonra getdiyi yoldan 3 dəfə az gedəsi olacaq. Getdiyi yoldan 3 dəfə az. O zaman bunu nətər götürərik? Getdiyi yol x toplayaq 25 idi. Yox, x toplayaq 25-dir. Getdiyi yol daha 25-in gedib müəllim. Bu 25 qala, sonra 25 gedir. X plus 50-dir əslində. Bunun artıq getdiyi yol x plus 50-dir. Bu yol deyir, daha doğrusu qalan yol deyir, getdiyi yoldan 3 dəfə az gedəsi yol qalıb. Yəni bu yol 3 dəfə daha azdır. İndi əgər bunun getdiyi yol x plus 50-dirsə, biz o x plus 50-yi nə etməliyik? Bölməliyik müəllim, eləmi? Bəli, 3-ə bölməliyik, doğrudur. Belə. İndi sual nədir? Suala da baxaq, ondan sonra bu çəkdiyimiz şəkili tənliyə tökək. Motosikletçi A məntəqəsindən B məntəqəsinə çatmaq üçün nə qədər məsafə getməlidir? Yəni bizə A-dan B-yə məsafə lazımdır. Yəni 3x-lik məsafə. X bura 2x qalan idi deyə 3x-lik məsafə deyirəm. İndi baxın müəllimlər. Biz A-dan bu ikinci fasiləyə qədər x plus 50 getmişik və o fasilədən B-yə qədər x plus 50 bölək 3 qədərini getmişik.
Bu yolları toplayanda bizə AB məntəqəsinin yolunu verirmi? Yani 3x verir müəllim, eləmi? Bəli, o da yenə bu fasilədən bura qədər də 3 şey idi də, AB məsafəsi idi. Deməli 3x-i verməlidir. Tənliyi bu şəkildə düzəldirik. Burada kəsr var. İstəyirsiniz kəsrdən azad eləyək bütün tənliyi. Bura. Tamam. Bəli. Bəli. 3x toplansın 150. Toplansın x toplansın 50. Bərabərdir. Bunu 3x götürək. 3-ə də vuranda 9x. Başlayırıq həll eləməyə. 4x toplansın 200 bərabərdir 9x. 9x çıxılsın 4x bərabərdir 200. 5x-imiz bərabərdir 200-ə. X də buradan bərabərdir 40-a. 5 yerə böləndə 200-də 40 düşür. Biz x-i tapdıq müəllimlər. Bizə amma nə lazım idi? AB məsafəsi lazım idi. Ya burada yerinə qoyub həll eləməliyik, ya da 3x-də. Məncə ən yaxşısı 3x-də yerinə qoymaq. Bu da eləyir 120 kilometr. Belə. Sual çətinliyi də var. Çətinliyi görürsünüz şəkli əsas üstündə qurmaqdır. Sonra tənliyə keçməkdir. Bir də vaxt aparıcı. Açıq sualları baxdım bu il doğrudan da vaxt aparıcı sualları imiş. 2023-ün testi. Amma bundan əvvəl idim, hava idi, işləmişdik. Çox asan idi açıq sualları. Ümid eləyirəm burada aydın olmayan bir şey yoxdur. İlk şəkil, şəkildən geri tənliyə gəldik. Aha. Maraqlı suallardan biri də budur. Məncə içində hətta ən asan sual budur bəlkə də bu ilin. Bir xanası kvadrat olan bərabər tərəfli şəkildə təpələri şəbəkənin qovşaqları ilə üst-üstə düşür. Yəni bütün nöqtələr elə bil şeyə dəyir. Bu xətt əsas xəttlərə dəyir. Hamı cavablar verir, onu demək istəyir. İndi sual nədir? ABC üçbucağı və ACD-yə dördbucağı verilibdir. ACD-yə dördbucağın sahəsinin ABC üçbucağının sahəsinə nisbətini tapın. Neçə dəfə çox olduğu nisbəti deməkdir. ACD-ni deməli bölməliyik A, B, C-nin sahəsinə. Baxın, sadəcə sizdən soruşmaq istəyirəm. İndi bu asan. ABC-nin sahəsi asan. Dördbucağın sahəsi necə tapılır? Oturacağı ilə hündürlük hasili. Hündürlükdə bilirik ki, eşə çəkilir körbucaqda. Hasilinin yarısı. BC tərəfi 1, 2, 3, 4, 5-dir. Hündürlüyü də 1, 2, 3-dür. 5-i vururuq 3-ə. 7,5 eləyələm mən. Bəli, 7,5. Bunun sahəsi ən asan. Bunu tapdıq. Əsas bu dördbucağın sahəsi. Bax, bunu necə taparıq müəllimlər? Ya da tapıbsınızsa, necə tapmısınız? Müəllim, trapesiyə oxşuyur. AC ilə YD-nin cəmi yarısı Yox, trapesiya deyil. bölək 2. Trapesiya deyil bu. Yaxşı. Niyə trapesiya deyil bilirsiniz? Trapesiya olması üçün iki tərəf, hər hansısa iki tərəf paralel olmalıdır. Qarşı tərəflər. Bax, fikir verin. Bununla bu paralel deyil. Çünki gəlib hardasa kəsişəcək. Bunu uzaqsaq belə kəsişir. Bununla da bu paraleldir. Çünki uzaqda Oldu. buralarda kəsişir. Trapesiya deyil. Bəlkə kəsib parçalayıb trapesiya eləyə bilərik, onu deyəmirəm. Amma hələ ki trapesiya Bilərik ki, aynen A-nın qarşı tərəfini birləşdirə bilərik. aynen bu tərəfi dediniz, beləmi? Yoxsa nə tərəf? Aşağı doğru. Aşağıya doğru. Belə? Yox, belə deməyək. O bir tərəfi, CD tərəfini, CD tərəfini. CD tərəfinə necə birləşdirək? Şəkili Düzü düzünə deyir. düzü düzünə. Şəkili əgər üzərində işləyə bilirsinizsə, özünüz birləşdirin. Tam aydın olmadığına görə. Belə Hə, bu şəkildə birləşdirin. Tamam. İstəyirsiniz mən kəsim təzədən. Qoy buraları təmizləyim.
Başa düşdüm indi nə demək istəyirsiniz. Buradan düz xətt keçirmək istəyirsiniz. Perpendikulyar bu tərəf. Aha. İndi bəli, məncə daha yaxşı oldu. Burada nələr görürük müəllimlər indi? Düzbucaqlı üçbucaq Bəli. və Buradan da aşağı ilə birləşdirmirsiniz müəllim. əslində heç ehtiyac Aldan aşağı. yoxdur. Çünki şeydir, əgər trapesiyanın sahəsini bilmiriksə birləşdirərik bunu belə. Üçbucaq bir düzbucaqlı alarıq. Amma bu trapesiyada artıq. Niyə trapesiyadır? Çünki artıq qarşı tərəflər paraleldir. Trapesiyanın xassəsindən gedə bilərik. Gəlin trapesiyanın xassəsi və düzbucaqlı üçbucağın xassəsindən gedək. Belə də eləyə bilərik də. CD-yə qarşı tərəfə düz xətt çəkə bilərik. CD ilə qarşı. ZD-yə qarşı. Əslində çox yaxşı gəlib. Buradan sonrasını elə bilirik də. Düzbucaqlı üçbucaq. Yəni belə də olur, belə də olur demək istəyirəm. Hə, olar belə də eləyə bilərik. Hətta eşiyə də çəkə bilərdik. Bunun kvadrat. Deyirəm, bax mən belə deyirdim də, hə. Belə də Bunu eləyə deyirdim. Belə Yəni, də eləyə bilərsiniz, bəli. Buradan da geri bu iki üçbucağı çıxa bilərsiniz. Bax bu hissələri. Belə də mümkündür, bəli. Eşiyə də çəkə bilərdik. Əslində yenicə elə bildim, onu demək istəyirsiniz. Hətta belə də 3 yerə bölə bilərik. Düzbucaqlı, 2 dənə düzbucaqlı, üçbucaq, bir dənə düzbucaqlı. Amma məncə ən yaxşısı elə buymuş. Bəli, müəllim. Bu tərəfini Üçbucaqla bəli, üçbucaqla başlayıram. Üçbucaqla trapesiyanın sahələrinin cəmini toplasaq elə həmən o dördbucağın sahəsini cəm edirik. Bəli. Gəlin indi buradakı şeyi tapaq. Bir neçə eləyir bunun eşiyinə çəkək də. 1, 2, 3, 4, 5, 6, 7. Bu 7-dir. Всё. Üçbucağın sahəsi 3 vurulsun 7 bölək 2-dir. Trapesiyanın sahəsi də oturacaqlarının cəminin yarısını vuracaq hündürlüyünü. Çünki bu düzbucaqlı trapesiya olduğu üçün elə hündürlüyü budur. 3. Balaca oturacağı da 2-dir. Deməli ki, biz 7 ilə 2-yi toplayırıq. Bölürük 2-yə, vururuq 3-ə. Bunu da belə sadələşdirsək, 27 bölək 2. Bu isə 21 bölək 2. Yəni bunları toplayaq, ondan sonra bölək. Bu sahələri də toplasaq, S1 ya da birbaşa S yazıram. 21 bölək 2 toplansın 27 bölək 2. 2-də neçə eləyir? 48 mi eləyir? 48. 48, bəli. Bu da O da 24. 24, bəli. 24. Bəli, vəssalam. Bunu da birinci 2-yə vuracam. Tamlaşdır. Bəli. İxtisar eləyək 3-ə. 16 qalır yuxarıda, aşağıda 5. Bəli. Aşağıda 5. Bəli, belə də saxlaya 3-dən bilərsiniz. 5-də 1. Bəli, 3-dən 5-də 1 ya da 3,2 fərq yoxdur. Buradan sonrakı məncə artıq çox da heç nə eləməməsi lazımdır. Yəni nə etdik? Əslində bunları yazmamız lazım idi. Deyirik ki, ABC-yi dördbucaqlı üçbucağıdır. Xaricinə hündürlük çəkirik. Məncə şəkili öz dəftərinizdə çəkməniz çox daha məsləhətlidir ki, işləyəndə görünsün. Bu kəsdiyinizi falan bax görürsüz 3-4 yolu var. Nəyi niyə elədiyinizi heç olmasa qeyd eləyin. Deyə bilərsiniz ki, A-dan CD tərəfinə perpendikulyar enləririk. Bu sözü mütləq deməliyik. Çünki deməsək bu perpendikulyar kimi qəbul olunmaya bilər. Enləririk və o düzbucaqlı, üçbucaq və trapesiyaya ayırır. Bu kimi sözlər qeyd eləyirik. Ondan sonra bu sahələri tapıb cəmləyirik. Bu bəsit sözləri, elədiyimiz şeyləri, səhərdən danışdığımız şeyləri qısa-qısa qeyd edirik. İşte qalan da bu hesablama, nəticə də bu. Belə. Dediyim kimi, bunu 4 yerə də parçalaya bilərdik. 3 yerə də parçalaya bilərdik. 2 düzbucaqlı üçbucağa, 1 düzbucağa. Y-dən də bir perpendikulyar qaldıra bilərdik və yaxud da deyirik ki, A-dan və C-dən bir-birinə perpendikulyar qaldırırıq. Buradan da perpendikulyar qaldırırıq və buradakı bura bir K nöqtəsi deyirik. Bura bir F nöqtəsi deyirik. A, K, S üçbucağın sahəsini
ümumi 4 bucaqdan və bu 3 bucağın sahəsini çıxanda bura qalır. Ki, bura daha uzun metod idi. Məncə ən yaxşısı həm izah üçün, qısa qeydlər üçün elə Ana xanım mənim parçaladığı yol daha yaxşıdır. Bir trapesiya, bir 3 bucaq. Bu sualı yazmışdıq. Yazaqmı yenə? Ailə üzvləri idi. Yaş məsələsi. Yazmışdıq məncə. Aha, bəli, yazmışdıq məncə bunu keçək. Gəlirik buna. Hə, bax bu da maraqlı sualdır. Məncə ən biraz vaxt tələb edən suallardan biri də bu idi. Açıq suallara baxmağa vaxtınız olmuşdumu? Sual deyir ki, saat 20:00-da otaqda eyni uzunluqda, lakin qalınlıqları fərqli olan 2 şam yanır. Deməli, hündürlükləri bunun ikisi də eyni imiş, amma biri məsələn daha qalın ola bilər. Belə bir şey. 2 dənə şam yanır deyir. Birinci şam bərabər şəkildə yanır və tamamilə yanması üçün gəlin belə eləyək. Bunların hündürlükləri bərabər olduğu üçün ikisinin də hündürlüyünü h olaraq qəbul eləyək. Deyək ki, bu şamların hündürlüyü olsun h. Bax, bu sözlərdə yazırıq. Hündürlüyü h olsun. Əgər 4 saat ərzində yanırsa, deməli 1 saat ərzində h bölək 4 hissəsi yanar. Bu birinci şam. İkinci şam isə tamamilə yanması üçün 3 saat lazımdır. Deməli ki, 1 saata şamın hansı hissəsi yanır? 3-dən 1-i. Yəni 3-də 1 h. h bölək 3 belə. İndi nə deyir? Hər iki şamı eyni vaxtda söndürüblər. Bunlar yanıb və eyni vaxtda söndürüblər. Birinci şam söndükdən sonra qalan. İndi nə qədər zaman keçib onu bilirikmi? Bir zaman bir t olsunmu? T zamanı keçib. Zaten onu tapmalıyıq. Sual onu istəyir bizdən. Bir t zaman keçib və ondan sonra bu şamı keçiriblər. Və şərt deyir ki, qalan şamlar deyir, hündürlükləri haqqında nə deyilir? Qalan hər iki şamı söndürdülər. Birinci şam sönəndən sonra qalan hissəsinin uzunluğu ikincidən daha 2 dəfə çox imiş. 2 dəfə daha çox imiş. Şamlar saat neçəsində söndürüblər. Biz nə dedik? Bax, gəlin birinciyə baxaq. Birincinin hündürlüyü h idi. Yanan hissəmiz də h bölək 4 1 saata yanan deyilmi? O zaman h bölək 4 vuraq t o hansı zamanda keçirmişdilər? Nə qədər zaman keçmişdi? Deməli, bu zaman çərçivəsində bu qədər yanarmı? Yanar. Amma bizə yanan hissə yox, qalan hissə lazımdır. Qalan hissəyi necə taparıq? Niyə h-dan? Çünki hündürlük h idi. Əslində h-ı 1 götürsəz 1-dən çıxırıq. Amma artıq h kimi qəbul elədiyimiz üçün h-dan çıxırıq. Bu birincinin qalan hissəsi. Qalanı. İndi ikinciyə baxırıq eyni məntiqlə. Əgər ikinci h bölü 3 1 saata yanırsa, tez zaman çərçivəsində nə qədər yanar? Hansı hissəsi yanar? İkincidə. O da h çıxaq, h bölək 3 olmayacaq. Və vuraq t, bəli. Biz yanan hissəyi taparıq. Birinci h bölək 3 vuraq t, bu yanandır. Qalan da h-dan geri çıxdığımız hissə olar. Və salam. Bundan sonra nə deyir? Şərt deyir ki, hansı 2 dəfə çoxdur? Birincinin uzunluğu 2 dəfə çoxdur. İndi biz tənlik qurmaq üçün nə edərik? İkinciyi 2-yə vurarıq ki, birinci ilə eyni tarazda qalınsın. H minus hətta h-ları istəyirsiniz mötərizə xaricinə çıxardaq. Birincidə də h var, ikincidə də. H-ın yerində 1 qalar, 1 minus t bölək 4 olar. Belə. Bu birinci. İkincidə də h eşit çıxardaq. H vuraq. 1 çıxaq. 1 t, yəni 3-də t. İndi hansı 2 dəfə çox idi? Birinci hündürlüyü. Deməli biz onu Vuraq 2 olacaq. bəli, ikinciyi vurarıq. Hər tərəfdən h-ları ixtisar eləyək. Bax görürsüz, hər tərəfdə h var. Elə bunları eşit çıxartmaq məqsədim bu idi. İxtisar eləmək. 1 çıxaq. Bəli, 1 çıxaq 4-də t.
İki, 2 vuraq. bəli. Üstə T. Aha, birbaş vuraq, 2 elə vurub açaq. 2T. T'ləri bir tərəfə, ədədləri də bir tərəfə yığaq. Buradan bunu bu tərəfə atdıq da. 3-də 2T çıxılsın. 4-də T bərabərdir. Bunu bu Birə. bəli, 1-ə. Bunu bu tərəfə atdıqsa 1 qalır. Ortaq məxrəcimiz 12-dir. Bunu davamlı yuxarıdan eləyirəm. 12-dir ortaq məxrəcimiz. Birinci eləyir 8T. İkinci eləyir 3T. Bərabərdir 1. Yəni 12-də 5T 1-dirsə, bu da tərs çevrilir. 5-də 12 eləyir. Birbaş daha onu göstərmirəm müəllimlər. Birbaş çevrimi yazıram. 5-də 12-də neçə saat eləyir? Böləndə 2 saat 24 dəqiqəm eləyir. 60-ı 5-ə böləndə 12, 2-yə vuranda 24. 2 saat böldükdən sonra 2 saat 24 dəqiqə. Vsyo. Deməli ki, biz şamları 2 saat 24 dəqiqə yandırıb sonra keçirtmişik. Amma sual nədir? Saat deyir, neçədə deyir söndürüblər? Əgər yanmağa 20:00-da başlayıbsa, 2 saat 24 dəqiqə keçdiyinə görə 22 24-də keçiriblər şamı. Belə. Bunun biraz quruluşu, başdan getmək. Əslində çox da çətin deyil. Amma bu qalanı görmək, bunları şey eləmək biraz lazımlı deyim ya da biraz çətin hissəsində oradır. O qalan hissələri bildiyimiz tənlik. Bir də kəsirdir deyə vaxt çox gedir. Gəlirik şagird suallarına. Birbaş baxırıq səhvlər hardadır. Birincidə səhv varmı? Xeyr, müəllim. İkincidə? Bəli. Bəli. İkincidə var, hə. Bəli. Bu Al döymə. 21,24 olmalı idi. Deməli ki, yazırıq ki, yanlışdır bu, olmalıdır 21,24. Bir dənə səhvimiz bu. Amma mütləq nəyə qoyuruq? Birinci sual, birinci sualın ikincisi səhvdir bu, olmalıdır nə? Onu qeyd eləməliyik. Bunları mütləq unutmuruq. Birdən mən indi belə işləyirəm. Siz bu formatda işləyin. Üçüncüdə də var, görürük. 11-i böləndə 1, 0, amma 11-i birbaş düşürmürük də. Birinci 1-i düşürürük. Yoxdur. 1, 0 yenə. Sonra 1-i düşürük. Deməli ki, yenə birincinin üçüncüsü yanlışdır. Bu olmalıdır 1001. Bəs burada səhv varmı? Xeyr, müəllim, yoxdur. Yoxdur. Bəs ikincidə səhv varmı? Baxın, bir dənə şey göstərmək istəyirəm, əgər səhv gəlirsə. Şagird burada ortaq vurğu eşit çıxardıbdı. 2,3-də 1 ikisində də var. Onu yazmadan eşit çıxardıbdı. Bu ikisini toplayıb. Bu ikisini toplayanda neçə eləyir? 9 eləyirmi elə? 8 eləyir. Orada 3 ilə 5-i mi toplayıb? 3, 5, bir də 7-də 9 4, eləyir. 7-də 3. O da 1 tam eləyir. 3, 5, 8, 7-də 4, 7-də 3. Ha, 7-də 7 eləyir, o da 1 də oraya. Bəli. Bəli. Hə, birini də oraya tutdun, 9 eləyir. Deməli, bura kimi səhvi yoxdur. Gəlin görək burada səhvi varmı? Burada da görürsüz, yazmayıb amma eləyibdir. 2-yi 9-a ayrı vurub, 3-də 1-i 9-a ayrı vurub. 2-yi 9-a ayrıca vuranda 18 eləyir. 18. Bu da 3 eləyir. Bu toplayanda da 21. Heç bir səhvi yoxdur ikincidə. 21. Bu düzdür. Bəli. Gəlirik buna. Burada görək heç hesab səhvi buraxıb. Bu da düzdür, 36. Bəli, bu düzdür, amma bunu niyə düz götürmürəm? Çünki ikinci sadəcə hesabı idi. Üçüncü məsələdir. Birdən məsələnin harasındasa səhv buraxar, onu məsələ oxumalıyıq. 3 qutudan birincisi, ikincisinə nisbəti 3. Hə, burada harda səhv eləyib bilirsinizmi?
Sual bizdən nəyi soruşur? Üçüncü kutuda neçə peçenya var? Onu soruşur. Üçüncüyə nisbətən 5 peçenya az idi. Elə deyilmi? 5 kiloqram. Deməli, üzərinə 5 əlavə eləməli idi. Yekuna baxın. Yekunda üstünə 3 əlavə eləyibdi. Üçüncü kutuda deyim 15'dir. Amma əslində bura qədər hər şey problemsizdir. O 17 olmalıdır, değil mi? Bəli. Burada nəyi səhv edib? Deməli, bu üçüncü kutuyu birinci kutuydu. Birinci kutuyu gedib tapıb deyəsən. Var.